arasında bir təcrübə... Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Siyavuş Novruzov hökumətdən icra başçılarının dövlət vəsaitinin havaya sorulmasının qarşısını almağa çağırıb. Parlamentin bugünkü iclasında çıxış edən Siyavuş Novruzov bildirib ki, icra başçıları yerlərə təyin olunan kimi mövcud parkları sökür, insanların istirahətinə maneçilik törədirlər. Bir icra başçısının yerinə başqası təyin olunanda, gəlib bunun parkı və yaxud istirahət mərkəzini söküb təzədən vurmaq lazımdır. Əgər bəyənmirsənsə, ondan gözəlinsin, ondan yaraşıqlısınsa, ondan abadın düzəltir. Əgər düşürsən, burada milyonlarla ölkənin vəsaiti gedir, pul qoyur, xərc çəkilir, o birisi küçə bərbad vəziyyətlərdir, o küçüyə əl gəzdirmək əvəzinə, gəlib düşür bu başçının elədiklərini söküb qoyur yerə və təzədən başlayıb iki qat onun bazısına bu təmir işləri aparır, abadlıq işləri aparır, yeni açılış edir və s. Kifayət qədər yer var rayonlarda bunu abadlaşdırmaq. Millət vəkili Siyavuş Novruzov onda qeyd etdi ki, hökumət, Maliyyə Nazirliyi rayonlara ayrılan bu dövlət vəsaitlərinə nəzarəti gücləndirməli və bu halların qarşısının alınmasına çalışmalıdır.